Mələklərin belə həyasından utandığı, Peyğəmbərimizin isə iki nurunun sahibi adlandırdığı bir insan düşünün. O, İslamın ən zəngin taciri idi. Amma sərvətini cənnəti satın almaq üçün xərclədi. O, dövlət rəhbəri idi, amma qan tökülməsin deyə öz canını fəda edəcək qədər mərhəmətli idi. Bugün əlimizdə tutduğumuz Quranın hər hərfində onun əməyi, hər səhifəsində isə şəhidlik qanı var. Gəlin, səbri ilə dağları, səxavəti ilə qəlbləri fəth edən Həzrəti Osmanın heyrət dolu və hüzünlü həyatına birlikdə nəzər salaq. Həya və səxavət timsalı. İslamdan əvvəl və ilk iman. Həzrəti Osman radiyallahu anhu fil ilindən 6 il sonra Taifdə dünyaya göz açmışdı. O, Qureyşin ən kübar və zəngin qollarından biri olan Bəni Ümeyyə qəbiləsinə mənsub idi. Lakin onu Məkkədə fərqləndirən sadəcə sərvəti deyildi. Osman, cahiliyyənin qaranlıq adətlərindən, bütlərdən və əxlaqsızlıqdan hər zaman uzaq durmuşdu. O, elə bir ədəb və həya sahibi idi ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm onun haqqında mələklərin həya etdiyi, utandığı bir kimsədən mən həya etməyimmi buyuraraq onun uca xarakterinə işarə etmişdi. O, ticarətdəki dürüstlüyü ilə əmin, etibarlı ləqəbinə layiq görülmüş nadir tacirlərdən biri idi. İslam nuru Məkkə üfüqlərində görünməyə başlayanda, Həzrəti Osman köhnə dostu Həzrəti Əbu Bəkirin vəsiləsi heç tərəddüd etmədən Allah Rəsulunun yanına getdi. O, İslama dəvət edilən ilk insanlardan və bu mübarək dini qəbul edən ilk 4 kişidən oldu. Həzrəti Osmanın həyatında ən mühim və şərəfli məqamlardan biri də onun Zunnureyn ləqəbidir. Bu ifadə iki nur sahibi mənasına gəlir. Tarixdə heç bir insana nəsib olmayan bir şərəf ona qismət olmuşdu. O, əvvəlcə Peyğəmbərimizin qızı Həzrəti Rüqiyyə ilə evlənmiş, onun vəfatından sonra isə digər qızı Həzrəti Ümmü Gülsüm ilə nikahlanmışdı. Bu mübarək evliliklər onun Allah Rəsuluna nə qədər yaxın və nə qədər sadiq bir sirdaş olduğunun ən böyük nişanəsi idi. Onun İslama girişi ilə müsəlmanlar həm maddi, həm də mənəvi cəhətdən böyük bir dayaq qazanmışdılar. İman yolunda fədakarlıq, Həbəşistan və Mədinə hicrəti. Həzrəti Osmanın radiyallahu anhunun İslama gəlişi Məkkənin mənfəət üzərində qurulmuş nizamını sarsıtdı. Şəhrin ən zəngin və mötəbər gənclərindən birinin bu yolu seçməsi müşrikləri, xüsusilə də öz ailəsini qəzəbləndirdi. Əmisi Həkəm ibn Əbul-As onu kəndirlə bağlayıb, atalarının dininə dönənə qədər səni azad etməyəcəyəm deyərək işgəncə versə də, Osmanın imanı polad kimi sarsılmaz qaldı. Təzyiqlər dözülməz həddə çatdıqda, o, Peyğəmbərimizin tövsiyəsi ilə həyat yoldaşı Həzrəti Rüqiyyə ilə birlikdə Həbəşistana edilən ilk hicrət karvanına rəhbərlik etdi. Allah Rəsulu onlar haqqında Lüt Peyğəmbərdən sonra ailəsi ilə birlikdə Allah yolunda hicrət edən ilk şəxs Osmandır, deyə buyurmuşdu. Daha sonra Mədinəyə hicrət edən Həzrəti Osman, burada sərvətini bir dəfə olsun dünya mənfəəti üçün deyil, ümmətin ehtiyacı üçün xərclədi. Mədinədə su qıtlığı yaşandığı, yeganə şirin su mənbəyi olan Rumə quyusunun bir yəhudi tərəfindən baha qiymətə satıldığı günlərdə Osman səhnəyə çıxdı. O, bu quyunu çox böyük bir məbləğə satın alaraq müsəlmanların istifadəsinə vəqf etdi. O gün quyunun başında dayanıb su götürən hər bir kəs üçün Osmanın səxavəti bir rəhmət yağışına çevrilmişdi. Onun fədakarlığının zirvəsi isə Təbuk səfəri idi. İslam ordusunun çox böyük maddi çətinlik çəkdiyi və Ceyşül Üsrə adlandırıldığı o günlərdə Osman ordunu tək başına təchiz etdi. O, yüzlərlə dəvə, at və minlərlə qızıl dinarı Peyğəmbərimizin hüzuruna gətirib tökdü. Allah Rəsulü onun bu hərəkətindən o qədər məmnun qaldı ki, əli ilə pulları qarışdıraraq belə buyurdu: Bu gündən sonra etdiyi heç bir şey Osmana zərər verməz. Osmanın sərvəti artıq onun üçün bir yük deyil, cənnətə açılan ən böyük qapı idi. İslam dövlətinin intibahı 3-cü xəlifə dövrü.
Həzrəti Ömərin şəhadətindən sonra ümmətin idarəçiliyi şuranın qərarı ilə Həzrəti Osmana həvalə edildi. O, xilafət məqamına gəldiyi gündən etibarən İslam dövləti həm daxili inkişaf, həm də coğrafi genişlənmə baxımından özünün qızıl dövrlərindən birini yaşamağa başladı. Osmanın yumşaq xarakteri dövlət idarəçiliyində bir mərhəmət və rifah dövrünün qapılarını açsa da, o haqqın yayılması yolunda Polad kimi qətiyyətli bir lider idi. Onun xilafəti dövründə İslam orduları 3 qitədə zəfər yürüşlərini davam etdirdilər. Şərqdə Orta Asiyanın dərinliklərinə, Xorasan və Türkistana qədər uzanan sərhədlər, qərbdə Şimali Afrikanın fəthi ilə genişləndi. İslamın nuru artıq çox uzaq üfüqlərdə dalğalanırdı. Lakin bu dövrün ən böyük hərbi inqilabı dənizlərdə baş verdi. Həzrəti Osman, Suriya valisi Muaviyə ibn Əbi Sufyanın təklifini qəbul edərək ilk İslam donanmasının qurulmasına icazə verdi. Bu, müsəlmanların dənizlərdəki suverenliyinin başlanğıcı idi. Müsəlman dənizçilər Aralıq dənizində ilk böyük qələbələrini qazandılar və strateji əhəmiyyətli olan Kipr adası fəth edildi. Bizansın dənizdəki hegemonluğuna son qoyan Zatus Savari, yəni dirəklər döyüşü zəfəri ilə İslam dövləti artıq sadəcə quru yollarının deyil, dəniz yollarının da sahibi oldu. Həzrəti Osmanın yuxarı görən siyasəti sayəsində paytaxt Mədinə böyük bir imperiyanın mərkəzinə çevrildi. İqtisadiyyat gücləndi və xalqın rifah səviyyəsi misilsiz dərəcədə yüksəldi. Onun rəhbərliyi altında İslam dövləti öz hərbi və siyasi intibahını yaşayırdı. Əbədi miras, Quranın çoxaldılması və yayılması. Həzrəti Osmanın İslam tarixinə qazandırdığı ən böyük və əvəzolunmaz xidmət şübhəsiz ki, Quranın qorunub saxlanılması və vahid mərkəzdən yayılmasıdır. İslam coğrafiyası sürətlə genişlənir, müxtəlif millətlər və mədəniyyətlər müsəlman olurdu. Bu genişlənmə ilə bərabər fərqli bölgələrdə Quranın oxunuşunda, qiraətdə kiçik fərqliliklər yaranmağa başlamışdı. Bu vəziyyətin ümmət arasında ixtilafa səbəb olacağını görən Həzrəti Osman dərhal hərəkətə keçdi. O, Həzrəti Əbu Bəkrin radiyallahu anhunun dövründə toplanmış və Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin həyat yoldaşı Həzrəti Hafsənin yanında qorunan orijinal nüsxəni gətirtdi. Zeyd ibn Sabitin rəhbərliyi altında qurulan komissiya tərəfindən bu orijinal nüsxə əsas götürülərək Quran çoxaldıldı. Çoxaldılan bu nüsxələr Məkkə, Şam, Kufə və Bəsrə kimi mühüm mərkəzlərə göndərildi. Bu addım İslam dünyasında vəhdəti təmin etdi və Quranın qiyamətə qədər bir hərf belə dəyişmədən gəlib bizə çatmasına vəsilə oldu. Bugün dünyanın hər yerində oxunan eyni Quran nizamı Həzrəti Osmanın bizə buraxdığı müqəddəs bir mirasdır. Səbr və şəhadət, fitnə dövrü və hüzünlü son. Həzrəti Osmanın xilafətinin son illəri İslam tarixinin ən ağır sınaqlarından biri olan daxili qarışıqlıqlarla, fitnə ilə müşahidə olundu. İslam dövlətinin sürətli böyüməsi və müxtəlif qrupların siyasi ambisiyaları Mədinədə gərginliyi artırdı. Üsyançılar müxtəlif bəhanələrlə xəlifənin evini mühasirəyə aldılar. Həzrəti Osmanın ətrafındakı səhabələr və gənc mühafizəçilər onu qorumaq üçün canlarını fəda etməyə hazır olsalar da, o, tarixin ən böyük fədakarlıqlarından birini etdi. Osman, mənim üçün bir müsəlman qanı tökülməsin deyərək heç kimin qılınc çəkməsinə icazə vermədi. Günlərlə davam edən mühasirə zamanı o səbr etdi, oruç tutdu və vaxtını Quran oxumaqla keçirdi. Nəhayət, bir cümə günü üsyançılar divardan aşaraq onun otağına daxil oldular. 80 yaşlı xəlifə Quran oxuduğu halda şəhid edildi. Mübarək qanı oxuduğu Musafın üzərinə, xüsusilə də onlara qarşı Allah sənə kifayət edər ayəsinin üzərinə töküldü. Onun bu hüzünlü şəhadəti İslam tarixində dərin bir yara açdı və müsəlmanlar arasında uzun illər davam edəcək çətin bir dövrün başlanğıcı oldu. Lakin Həzrəti Osman öz canı bahasına müsəlmana qarşı silah çəkməməyin ən uca örnəyini göstərdi. Həzrəti Osmanın həyatı bizə öyrədir ki, əsl zənginlik, Allah yolunda xərclənən sərvət, əsl güc isə ən çətin anda belə göstərilən səbirdir. O, Quranın xadimi kimi yaşadı və Quranın başında şəhid olaraq Rəbbinə qovuşdu. Onun bizə buraxdığı ədalət, həya və sarsılmaz vəhdət mirası
əsrlər keçsə də yolumuzu işıqlandırmağa davam edir. Videonu bəyəndinizsə, rəylərdə bu böyük səhabə haqqında düşüncələrinizi bölüşməyi və kanalımıza abunə olmağı unutmayın. Allahın səlamı və rəhməti üzərinizə olsun.